Allahümme salli ala Muhammed. Zindanda olan qardaşlarımızın işlərinin fərəz tapması və cismani azadlığa qovuşmalarından ötürü səlavat çəkirik. Allahümme salli ala Muhammed. Zamanı İmami ağamız İmam-ı Zaman əleyhisselamın zuhurunun təcillə bizlərin o Həzrətin zuhurunda dəyərli, layiqli iştirakçı olmamızdan ötürü səlavat çəkidək. Allahümme salli ala Muhammed. Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Rabbi şrah li sadri ve yassir li emri ve hlul uqdeten min lisani yefqahu qawli. قال الحكيم في محكم كتابه الكريم أعوذ بالله من الشيطان اللعين الرجيم قيل ادخل الجنة قال يا ليت قومي يعلمون بما غفر لي ربي وجعلني من المكرمين Sadaqallahul aliyyul azim. Peyğəmbər alı Peyğəmbərə səlavat çəkirik. Allahümme salli ala Muhammed. Allahın salamı olsun siz, əziz, dəyərli, möhtərəm məscidimizin əhlinə, səsimizi eşidən, bizi izləyən, dinləyən hər kəsə. Allahdan diləyək, etdiyimiz duaları, qıldığımız namazları Rəbbimiz üçün əl açaraq qəlbimizdən gələn o hacət və mətləbləri ki, Allahla öz aramızda danışırıq, Allah onları qəbul eləsin inşallah. Və Allahdan diləyək, Allah bu cümə gününün bərəkətindən, feyzindən bizi əliboş binəsib eləməsin inşallah. Bəli, möhtərəm cəmaatımız, əziz möminlər, bildiyimiz kimi bugün cümə günüdür. Cümə Seyyidül Əyyamdır. Həftə günləri içərisində günəşin üzərinə düşdüyü ən bərəkətli, ən nurani, ən gözəl bir gündür. Quran və sünniyə əsaslansaq, bugün o gündür ki, sonuncu xilaskarımızın, vəd olunmuş sonuncu hüccətimizin gəliş günüdür. Və o gündür ki, o Həzrətin gəlişi ilə yer üzərindən haqsızlığın aradan gedib, haqqın, ədalətsizliyin aradan gedib, ədalətin, bu zülmün, sistəmin, bu günümüzdə ki, bu uşaq qatilləri var, Allah bütün zalimlara lənət eləsin, yer üzərindən bu zülmün kökünün kəsilərək, sülhün, əmniyyətin yer üzərində bərqərar olacağı bir gündür. Bir sözlə, bugün o gündür ki, o Həzrətin gəlişi ilə qəlblər güllərə, çiçəklərə və dünyamız elə bahar fəsilinə çevirilər. Necə ki, bahar fəslində təbiət oyanar, insanın ruhu gözəlləşər, sonuncu xilaskarımızın gəlişi ilə dünyamıza o bahar fəsli təki bir canlanma, bir təravət, bir mənəvi ətir yayılacaq. Allah o günü görməyi hər birimizə nəsib eləsin. Əgər ömrümüz vəfa qılmazsa, o günü görməriksə, ömrümüz o Həzrətin, o Nazənin, Xəlifətullah, Hüccətullahın gəlişi dövrünə təsadüf etməzsə, bu yaşadığımız ömrü, boynumuzdakı vəzifələri, üzərimizə düşən işləri və məsuliyyətləri tam dürüst yerinə yetirən bəndələrdən Allah bizi qərar versin inşallah. Bəli, əziz cəmaatımız, bugün sizinlə Allah yolunda şəhadət mərtəbəsinə ucalanlar barəsində, şəhadət zirvəsinə
yüksələnlər barəsində danışacağıq. Bildiyimiz kimi bizim şanlı zəfərimiz unudulmaz tarix. 44 günlük zəfər qələbəmizin sentyabrın 27-si anım günüdür, yəni sabahları qeyd olunacaq. Bizim müzəffər ordumuzun, o rəşadətli ordumuzun səyi nəticəsində bizim böyük zəfərimiz əldə edildi. Onlar öz canları ilə, qanları ilə, bəziləri aramızda canlı şəhid olaraq qalmaları ilə bu böyük zəfəri bizə yaşatdılar. Bugün məhz elə şəhadət zirvəsinə ucalanlar, o məqama yüksələnlər barəsində söhbət edəcək. Sözümə Quran-ı Kərimin mübarək bir çoxlarımızın əzbər bildiyimiz Yasin surəsinin 26 və 27-ci ayəsi ilə başlayıram. Allah Teala buyurur: Əuzu billahi mineşşeytanirracim. Qilədxulil cənnə qalə ya leytə qavmi ya'lemun. Bu ayət-i şərifə bir şəhidin barəsindədir. Həbib-i Nəccar, aramızda elm əhli olan qardaşlarımız, tələbə yoldaşlarımız var. Onlar Quran dərslərində, təfsirdə məlumatlıdırlar, bilirlər. Həbib-i Nəccar öz cəmaatı tərəfindən şəhadətə yetirilir, öldürülür, qətlə yetirilir və qilədxulil cənnə, ona cənnətə daxil ol dedikdə, yəni şəhidlər elə bir məqama yüksəlir ki, onlar şəhadət anında onlara Rəbbimiz tərəfindən gedəcəyi yerlər, olacağı məkan göstərilər. Onu görəndə Rəbbimiz onu bu Həbib-i Nəccarın əhvalatında yazırlar, göstərəndə ilk sözü bu oldu: Qalə ya leytə qavmi ya'lemun. Ey kaş mənim cəmaatım, mənim tayfam, mənim başıma bu müsibəti gətirənlər kaş biləydilər bima qəfərəli Rəbbi. Rəbbim məni necə bağışladı, necə əff etdi. Və cəaləni minəl mükremin, və məni kəramət əhlindən qərar verdi. Ey kaş bunları mənim cəmaatım biləydi. Allah məni necə bağışladı, məni necə qarşıladı. Bugünkü günümüzdən bir misal çəkim ki, ayənin tam məzmunu başa düşülsün. Bugün 21-ci əsr kompüter, texnologiya, mobil rabitə, sivilizasiya əsridir. Telefonu olmayan, inanmıram, aramızda yoxdur. Yəni ki, imkanı olanın birdir, ya bir telefonda 2 nömrədir və yaxud da 2 telefondur və s. Bir dilbər güşələrimizdən bir yerə getdikdə, İstər ölkə hüdudlarında, istər ölkə hüdudlarından kənarda, istər ziyarətdə, istər fərq eləməz səyahətdə, hardasan olduğun yerdə, əgər gözəl, görkəmli yerdirsə, ya onu çəkib öz yaxınlarına göndərirsən ki, bax, məsələn, bəzən içimizdən gələn o xalq dilində deyilən sözdə, sən yerin məlum, kaş sən də burada olaydın, İnşallah gələn dəfə bir yerdə gələrik. Nə bilim, hərənin içindən bir söz gəlir də, yəni içimizdən gələn sözləri ya şəxsiyə göndəririk və yaxud da ki, o gözəlliyi öz statusumuzda, durumumuzda paylaşırıq ki, kontaktımızda da tanıdıqlarımız olur da, tanımadığın, xoşun gəlməyən adamın nömrəsini neyinib saxlayırsan? Yəni, əzizlərindir, doğmalarındır, yaxınlarındır. İstəyirsən ki, o yaxşılığı onlar da görsün. O mənzərəni orada olmayanlar, gəlməyənlər də görsün. Və şəhid ilk sözü bu olur. Axı, o gözəlliyi görür, o mənzərəni, uca Rəbbimizin onunla necə rəftar etdiyini,
ona necə kəramət etdiyini gördükdə ilk sözü bu olur. Qalə, ya leytə qovmi ya'ləmun. Kaş məndən nigaran olanlar biləydilər, bima qəfərəli Rəbbi. Allahım, mənim Rəbbim məni necə bağışladı, o necə məğfirət sahibidir. Və cəaləni minəl mükrəmin, və məni kəramət əhlindən, yəni o qonaq gedərsən necə pəhpəhlə, orada oturma, burada otur, onu yemə, bunu ye, nə istəyirsən, bundan sözüm, ondan verim, necə qulluq xidmət eləyərlər. Deyirik, kaş biləydilər ki, Rəbbim mənimlə necə belə gözəl davrandı. Digər ayət-i şərifədə mübarək Ali İmran surəsinin 157-ci ayəsində Allah Teala buyurur: "Və-lə-in qutiltum fi sabilillah, əmmuttum ləmağfiratun minallahi və rahmetun xeyrun mimma yecmaun." Əgər Allah yolunda öldürüləsiz ya öləsiz, fərq eləməz. Bu iş Allahın sizə bu rəhmət və məğfirəti bütün topladığınız, əldə etdiyiniz bütün yaxşılıqlardan və xeyirlərdən üstdür. Yəni Allah yolunda bu şəhadət zirvəsinə yüksəlmək, şəhid olmaq bütün yaxşılıqların başıdır. Bütün xeyirlərin ən alisidir. Peyğəmbər salavatullah buyurur ki, Səlasətun yəşfəunə iləllah əzzə və cəllə. Qiyamət günü 3 dəstə insanlardan olacaq ki, Allahdan şəfaət istəyəcəklər ki, ümmətə, insanlara şəfaət edə bilsinlər. Fəyüşəffəun. Onlara şəfaət izni veriləcək. Onlardan birincisi əl-ənbiya, peyğəmbərlər, sümməl uləma, alimlər, sümmə şühəda, sonra şəhidlər. Şəhidlər də şəfaət etmə imkanına, imtiyazına malik olan ali bir varlıqdırlar. İnsanlar içərisində o məqama yüksələnlərdilər. Bir ayə də oxuyayım, sonra bu ayənin ilə ətrafında bir baş vermiş hadisə ilə və hədislə fikrimi davam etdirim. Allah Teala Quran-ı Kərimdə mübarək Ali İmran surəsinin 170-ci ayəsində buyurur: "Fərihinə bima atahumullah min fəzlih." Allahın onlara verdiyi fəzilətdən onlar sevinəcəklər. Və yəstəbşirunə billəzinə ləm yəlhaqu bihim min xəlfihim. İstəyəcəklər ki, bu sevinci onlardan sonra gələnlərə çatdırsınlar ki, Allah xofun aleyhim və lahum yahzanun. Sizin nə qəminiz var, nə qüssəniz, nə qorxunuz. Əgər siz də şəhadət zirvəsinə gəlib çatsanız, nə sizə qəm, qüssə, kədər yaxın gəlməz. Yəni onlar özləri o məqamı gördükdə can atacaqlar ki, özlərindən sonra gələnlərə bunun barəsində neynəsinlər? Məlumat versinlər. Onun o gözəlliklərini, o həqiqəti onlara çatdırsınlar. Hətta hədislərin birində Allahın Rəsulu belə buyurur. Nəhcül Fəsahə 668-ci hədisdə keçir. Əşrəful qətl, qətlü şühəda. Bu qətillərin ən şərəflisi, ən şərafətlisi bu şəhidlərin qətlidir. Çünki Allah dostları, peyğəmbərlər, imamlar baxmış olsaq, Allahdan bu duanı istəyiblər. Allahümmə rzuqnə şəhadətə indəl mavt. Allah, ölüm anında bizə şəhadət nəsib etkinə. Əgər baxsaq, Əmirül Müminin Əli ibn Əbi Talib ağa barəsində elə hesab edirəm, uzun-uzadı danışmağa ehtiyac yoxdur. Allah dünya və uqbada
bizi o Həzrətin sevgi məhəbbətindən ayrı salmasın inşallah. Əgər baxsaq, onun fəziləti barəsində məşhur kəlamdır. Cabir ibn Abdullah Ənsaridən Səhl ibn bir nəfər ravi digər ravidən də nəql olunub. Fəzl ibn Şazanın Fəzaili Əli ibn Əbi Talib, Əli əleyhissalamın fəzilətləri kitabında bu dediyim hədis qeyd olunub. Ağa Rəsulullah, Peyğəmbər salavatullah bir gün səhabiyə üz tutaraq buyurur ki, Ləv ənəl qiyazə əqlamun vəl-bəhrə midadun vəl-hussab vəl-küttab əl-ins vəl-cin vəl-mələikə ma ahsəv fəzailə Ali ibn Əbi Talib. Çox eşitməli bir hədisdir. Buyurur, əgər meşələr qələm ola, təsəvvür elə əsrlərdir, kəsirlər bu tərəfdən meşəni, heç bu başına çatmamış o tərəfdən yenidən cücərir, göyərir, bitir. Əgər meşələr qələm ola, dəryalar, çaylar, sular mürəkkəb ola, yazanlar, hesablayanlar, insanlar, cinlər, mələklər, təsəvvür ilə insanın sayı, mələkin sayı ki, Allahdan başqa heç kəsə bəllidir. Qaf surəsi ayə 18-də Allah Teala buyurur ki, Ma yelfiz min qawlin illa ladayhi raqibun atid. Hər nə söz ki ağzınızdan çıxır, onu təhvil alan Allah bir mələk yaradır. Hər sözə şahidlik eləyən. Təsəvvür elə, səhərdən axşama qədər danışan adamlar var. Danışa-danışa yuxuya gedənlər var. Gör, hər sözə bir şahid mələk. Meyrac hədisində var. Mənazilül axirət, axirət aləminə səyahət, mərhum Şeyx Əbbas-ı Qumminin əsəridir. Bizim dilə də tərcümə eləyiblər, kitabxanalarda qarşıma çıxıb. Biz bu kitabı bir Ayətullah Nəzəfi Təbrizi ağa var idi, ustadlarımızdan idi. 97-ci il, tam 28 il bundan öncə bu kitabı ilk tələbəli illərində oxumuşduq. Bu danışdığım məhz həmin o kitabdadır. Mənazilül axirət, axirət aləminə səyahət ya axirət mənzilləri deyə bir kitabın mövzusu bərzəxdən, cənnət, cəhənnəm, axirət aləmindən bəhs edir. Peyğəmbər salavatullahdan nəql edirlər ki, deyir, mən Meyracda bir yerə çatdım, gördüm ki, dəstə-bədəstə mələklər gedir. Deyir, Cənab-ı Cəbraildən soruşdum ki, ya Cəbrail, mələklər belə dəstə-bədəstə gedirlər. Buyurdu ki, ey Allahın Rəsulu, and ola o varlığa ki, canımız onun əlindədir, yəni Allah, and ola o varlığa ki, səni Peyğəmbər olaraq göndərmiş, Allah məni yaradan gündən bu mələklərin dəstə-bədəstə getdiyini görür, amma heç bir səhvdə, sırada təkrar bir mələk görmürəm. Hamısı elə xəlq olur, Allah yaradır. Ma yelfiz min qawlin illa ladayhi raqibun atid. Elə bir söz yoxdur ki, ağızdan çıxsın, rəqib və ətid, sağ-sol çiynimizdə olan mələklər onları qeyd eləməsin. Əgər xoş sözdürsə xeyrimizə, savabımıza, pis sözdürsə, şər sözdürsə, pis əməlimizə qeyd olunlar. Əmirül Müminin Əli ibn Əbi Talib ağa, o ağa idi ki, imamlar atası idi. O şəxs idi. Yeganə Məscid-ün Nəbiyyə sahabələr içərisində evin qapısı açılan, Peyğəmbər məscidinə qapısı açılan yeganə şəxs idi. O şəxs idi ki, Kəbə evində tək dünyaya gəlmiş. Ondan başqa kimsə Kəbə evində dünyaya gəlməmiş.
O şəxs idi ki, onun övladları behiş cavanlarının ağası. O şəxs idi ki, onun xanımı dünya və axirət xanımlarının xanımı. O şəxs idi ki, Peyğəmbərə ilk iman gətirdi. O şəxs idi ki, Peyğəmbərin ölüm yatağına heç bir səhabə girmədikdə Əli ibn Əbi Talib ağa canını qurban verdi. Canından keçərək Peyğəmbəri xilas etmə qərarına gəldi. O şəxsdir ki, Xəndək müharibəsində Əmr ibn Əbdəvidə qalib gəldikdə Peyğəmbər salavatullah buyurdu: "Zərbətu Aliyyin yevməl xəndək əfzəlu min ibadətis səqələyn." Əlinin xəndəkdə vurduğu zərbə insanların, cinlərin qiyamətə qədər etdiyi ibadətdən üstündür. Bilirsinizmi niyə? Çünki imanla küfrün savaşı idi. Əgər Əmr ibn Əbdəvid Əli əleyhissalamı məğlub eləsəydi, küfrün iman üzərində qələbəsi idi. Bugün bizim bu minbərdə danışmağımızda, sizin bu xütbənizdə ümumən müsəlmanların İslamda olmasında, imanda olmasında o zərbənin bərəkəti var. Zərbətu Aliyyin yevməl xəndək əfzəlu min ibadətis səqələyn. Buyurdu, Əlinin xəndəkdə vurduğu, indirdiyi zərbə insanların, cinlərin etdiyi ibadətdən alidir, üstündür. Belə bir məqama sahib olan tarixdə yazırlar, Uhud müharibəsində şəhadət zirvəsinə ucalmadığında Əmirül Müminin Əli əleyhissalam narahat oldu. Mən niyə şəhid olmadım? Niyə şəhadət? Nasıl olur ki, Əmirül Müminin Əli ibn Əbi Talibin sonda elə ömrü şəhadətlə bitəcək və ondan sonra aramlıq tapır. Baxın, yeganə zərbətliyi anda, o şəhadətə çatdığı anda Əmirül Müminin Əli əleyhissalam bu ifadəni işlətdi ki, Fustu və Rabbil Kəbə, Fustu və Rabbil Kəbə. And olsun Kəbənin Rəbbinə mən çatdığıma çatdım. Bax, özü imamət məqamında, imamlar atası, İki övladı behiş cavanlarının ağası, Xəndək müharibəsində vurduğu zərbə bütün insanların, cinlərin, bəşəriyyətin ibadətinin ən fövqündə, ən zirvəsində, üstündə dayandığı, Kəbədə dünyaya gələn, dünya və axirət xanımlar xanımının həyat yoldaşı, say nə qədər saya bilirsən. Bunlarla yanaşı, bunlar hamısı bir yana, amma şəhadət zirvəsinə ucalanda buyurdu, Fustu və Rabbil Kəbə. And olsun Kəbənin Rəbbinə mən çatdığıma çatdım. Odur ki, böyük alimlər və məsumlar özü baxsaq, Peyğəmbərlərin sonda şəhadət arzu etməsi, məsum imamlarımızın elə şəhadətlə, kimisi qılıncla, kimisi zəhər vasitəsilə şəhadət şərbətini içmələri ilə dünyalarını, bu fani dünyadan köçmələri bir daha şəhidliyin necə ali bir məqam olduğunun göstəricisidir. Hədislərdə var, qeyd olunur, Peyğəmbər salavatullah buyurur, Fovqa kulli zibirrin birrun, hər bir yaxşılığın üst bir yaxşılığı var. Hər yaxşılıqdan daha üstə olan, üstün olan bir yaxşılıq var. Hətta yuqtələ rəcul fi səbilillah. O vaxta qədər yolunda şəhid ola, qətlə yetirilə. Fəizə qutilə fi səbilillah fəleysə fovqahu birrun. Elə ki, bir nəfər Allah yolunda şəhadətə çatdı, o ali məqama ucaldı, daha ondan üst bir
əməl yox, bir məqam yoxdur deyə Peyğəmbər salavatullah buyurur. Hətta hədislərdə qeyd olunur ki, qala Rasulullah sallallahu aleyhi və alihi və səlləm yəşfə'u şəhidu fi 70 min əhlihi. Şəhid öz əhlindən 70 nəfərə şəfaət etmə hüququna malikdir. Şəhid yeganə dünyasını dəyişən insandır ki, qiyamət günü cənnət əhlinə, behişt əhlinə sorğu ediləndə ki, kim dünyaya qayıtmaq istəyir, kim arzu eləyər yenidən dünyaya qayıtsın, yeganə şəhidlərdir ki, səslənərlər. Əgər biz o dünyaya qayıtdıqdan sonra biz yenə şəhid olacaqsa, o məqama ucalacaqsa, biz yenidən qayıtmağız. Axı, bu çətinlikdən o firavanlığı görən bir də bura qayıtmaq istəməz axı. Kim xoş gündən pis günə qayıtmaq istəyər. Amma yeganə şəhidlərdir ki, hədislərdə qeyd olunur. O məqam necə bir məqamdır, necə bir ülvi hissdir, duyğudur ki, bütün cənnət əhlinə deyəndə kimlər qayıtmaq istəyər, yenidən dünyaya gələ, deyir, şəhidlər deyər, səslənər. Əgər biz o dünyaya qayıdandan sonra yenə şəhadət zirvəsinə ucalacaqsa, biz bir daha geri dönmək istəyərik. Ona görə şəhid öz canından keçir. Baxın, insan öz doğması üçün ən dəyərlisindən keçməyənədək dəyərli ola bilmir. İnsanın dəyəri fədakarlıq göstərəndə fədakar olandır. Ata övladı üçün fədakar olanda gözəl ata olur. Əgər ana öz övladı üçün fədakardırsa gözəl olar. Amma əgər o vaxtından, canından, malından keçə bilmirsə, o zaman o fədakarlığı göstərə bilmirsə, o dəyərli ola bilməz, o qalıcı ola bilməz. O heç zaman tarixdə insanların yaddaşında qala bilməz. Baxın, o yaxşı cömərd insanlar insanların yaddaşında nəyi ilə qalır? Məsələn, biri dünyasını dəyişəndə deyirlər, Allah rəhmət eləsin, çox əl-açıq kişi idi, çox mərd insan idi, səxavətli, mərhəmətli, qapısına gedəni əliboş qaytarmazdı. Birinin bir çətinliyi olanda sözü ilə, hərəkəti ilə onun yanında olardı, ona diqqət, qayğı göstərərdi. O dünyasını dəyişəndən sonra onun etdiyi yaxşılıqlar dilə gəlir, onun barəsində danışmağa başlayır. İnsanlar onun kimliyini, onun etdiyi əməllərlə onu xatırlayır. Yəni, əgər bir insan malı ilə Allah yolunda infaq eləyibsə, ya isar eləyib öz ehtiyacı ola başqasının özgənin ehtiyacını üst bilib ona əl tutubsa, o insanların yaddaşında malına görə qalırsa, amma can vermək mal verməkdən çox ağırdır. Bəzən canınla malın arasında qalanda malı verirsən ki, canını xilas eləyəsən. Amma bu şəhidlərimiz istər 1-ci Qarabağ müharibəsi dönəmində, istər 2016 aprel döyüşlərində, Tovuz hadisələrində, böyük zəfərimiz 5 il bundan öncə sentyabrın 26-sından 27-sinə keçən gecə, sabahki anım günüdür, başlayan o zəfərimizdə olan şəhidlərimiz, ondan sonra sentyabr lokal antiterror əməliyyatı oldu. O zaman olan şəhidlərimiz, son kəşfiyyatçı, dünyasını dəyişən, bəli, hər kəsə bəllidir paylaşımlarda, günümüzdə. Ümumən, bu şəhidlərimiz canlarını verərək insanların yaddaşında qaldılar. Ona görə bunlar öz canlarını verməsi ilə, canlarını fəda etməsi ilə xalq uğrunda, millət uğrunda, ümumi bizim azadlığımız, suverenliyimiz uğrunda canlarını verməsi ilə onlar xalqın, millətin, tarixin yaddaşında
yaşayacaq. Və eyniliklə İslam ordusunda bildiyimiz kimi bu şəhid İslami bir termindir. Allahın adlarından biridir. Hər şeyi görən, müşahidə edən, insan əməli cəhətdən bir məqama yüksəlir ki, Allah adlarından birini öz bəndəsinə verir. Və bu özü həqiqətdə bir məqamdır. Görürsən, ad soyaddan öncə şəhid ifadəsi keçir. Yəni, öncə onun məqamı tanıdılaraq insanların yaddaşında əks etdirilir. Eşidibsiz, İmam Hüseyin əleyhissalamın o Ərbəin günü ilk zəvvarı Cabir ibn Əbdullah Ənsari. Ənsar bildiyimiz kimi Mədinədə Peyğəmbəri qarşılayanlara deyirdilər. Muhacir isə Peyğəmbər salavatullahla Məkkədən Mədiniyə hicrət eləyənlərə deyirdilər. Ənsar və muhacirlər. Quran-ı Kərimdə Tövbə surəsində də keçir. Deməli, Cabir ibn Əbdullah Ənsari Peyğəmbərin səhabələrindən Əmirül-Müminin Əli əleyhissalamın da dostlarından olub. Çox bərəkətli ömür yaşayıb. Çox bərəkətli ömür yaşayıb. Təsəvvür edin, Peyğəmbər salavatullahın salamını İmam Muhammed Baqir əleyhissalama yetirib. Təsəvvür elə, Peyğəmbər salavatullahı görüb. Möminlərin əmiri Əmirül-Müminin Əli əleyhissalamdan eyni vaxtda yaşayıb. İmam Həsən əleyhissalamın imaməti dövründə olub. İmam Hüseyin əleyhissalamın, İmam Zeynül Abidin, İmam Muhammed Baqir. Təsəvvür edək, xanım Zəhra salamullah əleyhanı da əlavə etmiş olsaq, 14 məsumdan 17-sini görüb bu şəxs və çox möhtərəm şəxs olub. Demək, Xəndək müharibəsində bunun təqribən tarix yazdığına görə 16 yaşı olub. Tazə həddi buluq, cavan yaşında Peyğəmbər salavatullah dünyasını dəyişəndə, Peyğəmbər salavatullah vəfat edəndə Cabir ibn Əbdullah Ənsarinin təqribən 22 yaşda olduğunu tarixdə yazırlar. Amma hicrətin 61-ci ili İmam Hüseyin əleyhissalamın Mühərrəm 10-u Aşuradakı hadisəsində təqribən tarix yazarlar İslam tarixində qeyd olunur ki, deməli 70 neçə yaşı olub, təqribən 73, 74, onu dəqiqliklə də yazmasalar 70-in üstü olub. Özü artıq ömrünün axırlarında gözü görmürdü, gözü tutulmuşdu. İmam Hüseyin əleyhissalamın o Kərbəla hadisəsində də qatıla bilməmişdi. Yəni, İmam Hüseyin əleyhissalamın köməyinə gələ bilməmişdi. Amma Ərbəyində imamın o 40, Ərbəyin ki 40 deməkdir, zəvvarı, ilk zəvvarı Ətiyi Ufi adlı dövrünün ən böyük alimlərindən, görkəmli şəxsiyyətlərindən, özü mühəddis olub, hədis nəql eləyən Ətiyi Ufi ilə İmam Hüseyin əleyhissalamın ziyarətinə gəlir. İndiki kimi Həzrətin o zaman bu qədər zəvvarı yox idi, məqbərəsi bu qədər böyük deyildi, əzəmətli deyil idi. Ətiyi Ufi deyir, gəldik Fəratın bir qoluna, Əlqəmə yaxınlıqda dəstəmaz aldı, ziyarət üçün qüsl elədi, xüsusi ətir vurdu, yavaş-yavaş o torpaq İmam Zeynül Abidin ağa ki, şəhidləri dəfn eləmişdi. Yaxınlaşır, deyir, mən soruşdum ki, bəs Hüseyin ibn Əlinin, İmam Hüseynin qəbrin, Allahın salavat salamı olsun onlara, necə tanıyacaqsan, necə tapacaqsan, bir nişanə yox, öz gözləri də görmür deyə Ətiyi Ufi deyir, dedim ki, bəs bir nişanə yoxdur,
Deyir, gördüm bir yerə çatdı, sürünə-sürünə, ağlaya-ağlaya gəldi bir yerdə dayandı. Dedi, mən Hüseynimin ətrindən, onun o torpağa hopan, həkk olan ətrindən, qoxusundan tanıyaram. Deyir, gəldi, dayandı, salam verdi. Salam verəndən sonra öz-özünə buyurdu, Həbibun la yucibu Həbibə. Hüseyin, axı biz dost olmuşuq. İmam Hüseyin əleyhissalamla təqribən 10 neçə yaş fərqləri var idi. Təqribən 12-13 yazıblar. Deyir ki, ağlaya-ağlaya Həbibun la yucibu Həbibə. Axı biz dost olmuşuq. Dost dostuna cavab verməzmi? Deyir, biraz keçəndən sonra dedi ki, ay Cabir, necə cavab versin ki, Hüseynin başın bədənindən ayırdılar. Başını nizəyə vurub apardılar. Deyir, bu sözləri dedi, deyə özündən getdi. Bihuş oldu. Aylanda o gözü görməyənin bir rəftarı, davranışı biraz fərqli olar. Deyir, bir ətrafa, bir kənara baxa-baxa, dedi, Əssəlamu aleykum əyyətühəl ərvahulləti həllət bi fənail Hüseyin. Salam olsun o ruhlara ki, onlar Hüseynin ruhuna qarışıb. Ətiyufi deyir, dedim ki, bu söz nə sözdür? Dedi ki, biz də əslində Hüseyin ibn Əli ilə bu şəhadətdə şərikik. Deyir, dedim, axı biz bu hadisədə iştirak eləməmişik. O döyüşdə biz olmamışıq. Döyüşdə qutarıb Hüseyin ibn Əlini də, balalarını da şəhid eləyiblər. Buyurdu ki, mən bir gün Peyğəmbərdən eşitdim ki, əgər biri bir şəhidin hadisəsini eşidə və onun halına canı yana və onunla bir olmaq istəsə, elə o əməldə o onunla şərikdir. Və ağlaya-ağlaya deyir ki, Ətiyufi, mənim gözüm kör idi deyə, görmürdü deyə, özüm də yataq xəstəsində idim deyə Hüseynimin köməyinə, dadına gələ bilmədim. Əgər gözüm görəydi, əlim qılınc tutaydı, yataqda olmaydım, mən Hüseynimi əsla tənha qoymazdım. Odur ki, Əssəlamu aleykum əyyətühəl ərvahulləti həllət bi fənail Hüseyin. Salam olsun o ruhlara ki, Hüseynin adı ilə onlar yanıb, Hüseynin adı ilə. Və biz bu böyük zəfərimizdə aramızda qazilərimiz var. Mən özüm könüllü qatıldığımdan, o hadisələrin iştirakçısı olduğumdan özüm də şahid oldum. Bir çox şəhidlərimiz elə Ya Hüseyin deyə şəhadət zirvəsinə uzaldı. Ləbbeykə Ya Hüseyin deyərək, Ya Hüseyin deyə şəhadət bir güldür ki, İmam Hüseyin əleyhissalam onu öz bağında əkmiş, öz bağında becərmiş. Ona görə bizim bu şəhidlərimiz də məhz elə şəhidlər sərvəri İmam Hüseyin əleyhissalamdan bu şəhadət dərsini alaraq o zirvələrə uzaldı. Allah bütün dünyasını dəyişən şəhidlərimizə rəhmət eləsin. Allah cümlə dünyada din uğrunda, vətən uğrunda, canlarını, azadlıq uğrunda canlarını fəda verən bütün şəhidlərə rəhmət eləsin. İnşallah sabahları da anım günüdür. Elə bütün bölgələrimizdə, Respublikamızın bütün yerlərində və bizim də qəsəbəmizdə Şəhidlər Xiyabanında elə qəsəbə sakinləri ilə birlikdə saat 9-dan başlayar indi onun yarısı və ya 10-da inşallah ki, şəhidlərimizin anım gününü qeyd eləyərik. İnşallah ki, kimin işi ilə, səhhəti ilə, vaxtı, imkanı olsa, inşallah hərə ilə öz olduğu yerdə, öz qəsəbəsində, öz ətrafında olan
şəhidlərin anım günündə iştirak edərsə, bir növ biz də öz vətəndaşlıq borcumuzu yerinə yetirmiş olarıq və şəhidlərimizin ruhunu da bir vətəndaş olaraq özümüz tərəfindən şad etmiş olarıq. Allahümme salli ala Muhammed və ali Muhammed. Allahümme inneke afuvvun və tuhibbul affə fa'funi ya Rabbi. Ey mənim Allahım, sən bağışlayan və mehribansan, əfv etsən və bağışlamağı, əfv etməyi sevirsən. Allah bizi bağışlanan bəndələrindən qərar verginən. Allah bizi etdiyimiz günahları etiraf etdiyimizə görə bizim təqsiratımızdan keçginən. İlahi sən rəhmansan, rəhimsən, ədalətlisən. Bizimlə ədalətinlə deyil, mərhəmətinlə rəftar etginən. Allahım cümlə şəhidlərimizə rəhmət etginən. Atalarına, analarına səbr-i əyyubi kəramət etginən. Allahım qazilərimizə acil şifa mərhəmət etginən. Allah vətənimizin keşiyində olan o rəşadətli ordumuzu, müsəlləh əskərlərimizi ağla gələr gəlməz xəta bəlalardan amanda saxlacinən. Allahım qəlbimizdən kini, küdurəti, şeytənəti, vəsvəsəni kənar etginən. Xalqımızı, cəmiyyətimizi biri digərinə, xüsusilə ailələrimizi biri-birinə mehriban etginən. Allahım qəlbimizdən keçən hacət və mətləblər sənə agah, söyləməyə nə hacət. Allah qəlbimizdə olan o hacət və mətləblərimizi rəva etginən. Allahım zamanı imamımızın zuhurunda təcil etginən. Onun gəlişi ilə qəlbimizi, ruhumuzu, dünyamızı abadlaşdırginən. Allahım o həzrətin gəlişi ilə yer üzərindən haqsızlığı apararaq haqqı bərpa etginən. Allahım bizlər etiraf edirik, əliboş üzü qarə, günahkar bəndələrik. Allah ölərki günümüzə dək bizi nəfsimizlə başlı başına buraxma ginən. Allahım, sən rəhmansan, rəhimsən, ərhəmür rahiminsən, qəfursan. Allah, bizlər daima əqillə nəfsin mübarizəsindəyik. Həmişə əqlimizi nəfsimizə qalib edənlərdən bizləri qərar verginən. Allahım, övladı olmayanlara övladı salihin nəsib etginən. Məriz-ü mərizələrimiz, dərdi bilinən, bilinməyən xəstələrimizə ilahi öz şafi adı və xatir şifa mərhəmət etginən. Ağamız İmam-ı Zaman əleyhissalamın zuhurunun təcilinə 3 ucalı sələvat zikirlər. Cəmiyyən şəhidlərimizi salavatla yad edək. Allahümmə salli ala Muhammed və ali Muhammed. Cəmiyyən xəstələrin şəfa tapmalarına salavat zikr edək. Allahümmə salli ala Muhammed və ali Muhammed. Cəmiyyən əsgərlərimizin salamatlığına salavat zikr edək. Allahümmə salli ala Muhammed və ali Muhammed. Cəmiyyən məhbusların, zindanlarda olan məhbusların, müşkillərinin həll olunub azadlığa qovuşmalarına salavat zikr edək. Allahümmə salli ala Muhammed və ali Muhammed. Övlad arzusunda olan ailələrimiz var. Tezliklə əməl salih övladları olmasına xatir salavat zikr edək. Allahümmə salli ala Muhammed və ali Muhammed. Cəmiyyən sürücülərimizin salamatlığına xatir salavat zikr edək. Allahümmə salli ala Muhammed. Dini İslamın qüvvətlənməsinə, din düşmənlərinin məhv nabid olub aradan getmələrindən salavat zikr edək. Hacı rəhbəri ilədir, cəmaat namaz qıldıq, gözəl xütbəsi ilə könlümüzü nuraniləşdirdi. Allah ondan razı olsun. Özünün ailəsinin salamatlığına xatir, ömrünün, elminin daha da bərəkətli olmasından ötəri və dünyasını dəyişmiş ata-babalarının, əmvatlarının istirahət ruhuna xatir salavat zikr edək.
İnşallah Kərbəlayı qardaşımız zəhmət çəkdiyi, salavat etdirdi. Özünün, ailəsinin, balalarının səlamətçiliyinə, xüsusilə burada olan cəmin nə maddi, mənəvi sıxıntısı, çətinliyi var, həllinə salavat edir. Allahümmə salavat Muhammed və ali Muhammed. Allah qəbul etsin. Allah qəbul etsin.